Eksini unutmaqda çətinlik çəkən 5 bürc. Xərçənglər, onlar üçün ayrılıq sadəcə bitmək deyil, xatirələrin ömrü boyu davam etməsidir. Onlar gedən insanı yox, onunla qurduğu bütün xəyalları dəfn edir. Amma qəribəsi odur ki, həmin xəyallar ürəklərində hələ də yaşayır. Onlar ayrılığı bir hadisə kimi yaşamır. Onlar ayrılığı ömürlərinin içində daşıyırlar. Xərçənglər ikinci sırada. Bəzən bir qoxu, bir küsə, bir mahnı kifayət edir və illər əvvəl bitmiş bir hekayə ürəklərində yenidən başlayır. Ən ağır olanı isə budur. Onlar qayıtmayacağını bilə-bilə yenə də içlərində qapını açıq saxlayırlar. Əqrəblər susurlar, heç nə demirlər, amma içlərində bitməyən bir hekayə kimi yaşadırlar keçmişi. Kiminlə xoşbəxt olur olsun, bir yanı həmişə keçmişində qalır. Yeni biri ilə tanış olsa belə, keçmişi ilə yaşadıklarından və necə biri olduğundan bəhs edər. Əqrəblər 4-cü sırada. Onlar unudur kimi görünürlər. Amma əslində sadəcə danışmağı dayandırırlar. Bəzi ayrılıqlar var ki, insan içində ömür boyu yarımçıq qalır. Xərəclər ayrılıqdan sonra özünü uzun müddət itirmiş kimi hiss edir. Sanki həyatın rəngi solur. Onlar birlikdə qurduqları dünyanı itirəndə sanki özlərinin bir hissəsini də itirirlər. Ayrılıqdan sonra gülürlər bəzən. Amma o gülüşlərin arxasında susan bir boşluq olur. Tərəzilər 3-cü sırada. Balıqlar, onlar gedəni buraxır, amma ürəklərində hələ də gələcəyini gözləyirlər. Onlar ayrılıqdan sonra da sevməyə davam edən insanlardır. Gedən getsə də onların içində o sevginin səsi uzun müddət susmur. Bəzən insan yox, xatirə qalır. Amma o xatirə insanın özündən daha ağır olur. Balıqlar 1-ci sırada. Onlar sevdiyini torpağa tapşırılan sir kimi ürəyində saxlayır. Heç kimə danışmırlar, heç kimə göstərmirlər. Amma gecələr hamı yatanda onların içində bir səs pısıldayır. Bəlkə bir gün qayıdar. Halbuki özləri çox yaxşı bilir ki, bəzi qayıdışlar heç vaxt baş vermir. Buğalar birini sevdisə, illər keçsə belə içlərində bir küncdə yerini boş saxlayırlar. Çünki bəzi insanlar gedir, amma hisslər getmir. Onlar birini həqiqətən sevdilərsə, zaman keçsə də ürəklərində onun üçün bir yer saxlayırlar. Çünki bəzi insanlar həyatdan çıxır, amma ürəkdən heç vaxt çıxmır. Onlar birini sevdilərsə, onu unutmaq üçün zaman yetmir. Çünki onların sevgisi keçici olmur. Buğa bürcü 5-ci sırada. Bəzi insanlar yaddaşdan silinir, ürəkdən yox. Onlar bəzən həyatda hər şeyi yenidən qurur. Amma bircə şeyi dəyişə bilmirlər. Kimisə hələ də içində yaşatdıqları.